Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli uşaqlar, növbəti 23-cü sınavımızın izahını verəcəm. Qeyd edeyim ki, bu və bundan öncəki sınavlar Telegram kanalımızda və WhatsApp qruplarımızda var. Rəylərdə keçidlər olacaq. Qoşula bilərsiniz, istifadə edə bilərsiniz. Hər birinin həlli də kanalda paylaşılıb. Çox uzatmayacağım, başlayaq birinci sualdan. Parçanın əvvəlcə 20%, sonra isə qalan hissəsinin 30% kəsildi. Parçanın neçə faizi kəsildi? Uşaqlar, addım-addım işləyirsən. 20% kəsildisə 80% qaldı da, düzdür? Və deyir ki, qalan 80%-in 30%, 80-in 30%-ni tapıramız kəsilibsə 70% qalıb da, düzdür? 80-70%-ni tapanda da bundan bu getdi, bundan bu getdi, qaldı 56%. Və salam B bəndi. Müstəvi üzərində olmayan nöqtədən uşaqlar biz demişik ki, əgər mürəkkəb fiqur deyilsə, müstəvini düz xətt kimi götürə bilərsən. Bir müstəvi üzərində olmayan bir nöqtə götürdüm. 60 dərəcəli bir dənə mail çəkdim. Yəni bura 60 dərəcədir. Mailin bir dənə də hündürlüyü. Həmişə hündürlüyü çəkin uşaqlar. Hündürlük, mail, proyeksiya bu üçü yaransın. Proyeksiya 8-dir. İndi baxın, burada 30 dərəcədə 90 dərəcə olduğu üçün. 30 dərəcənin qarşısındakı 8-dirsə, 90 dərəcənin qarşısındakı 16. Bitdi. Mailin uzunluğunu soruşurdu bizdən, oldu 16. Gəldi 3-cü. Kompleks ədədi cəbri şəkildə göstərin. Uşaqlar, 2 üstə gəl 3i bölünsün 1 çıxılsın i. Cəbri şəkildə göstərmə, yəni əvvəllər 2 cür idi. Trigonometrik şəkli, bir də cəbri şəkli. Trigonometrik şəkil artıq yoxdur. Sadəcə cəbri şəkil var, ona görə cəbri şəkli qeyd olunur. Yəni normal şəkildə bu formada verilən ifadələrdə uşaqlar, yadınızda saxlayın, məxrəcdə i qalmamalıdır. Ona görə hər zaman qoşmasına vurmalısın. Yəni 1 plus i-yə. Eyni ilə sürəti də 1 plus i-yə vurarım. Normal ədəd çevirmələrdə uşaqlar sürət məxrəci eyni bir ədədə vurdum. Aşağıda kvadratlar fərqi yaranacaq. Qalacaq 1 çıxılsın i kvadrat. Yuxarını da vurub açaram 2, üstə gəldi. Deməli 2 dənə i, üstə gəldi 3 dənə i, üstə gəldi 3i kvadrat. Bərabərdir. I kvadrat mənfi 1-dir, qarşısında mənfi var, olur müsbət 1. Aşağıda oldu 2. Yuxarıda 3i kvadrat mənfi 3 olur. 2 də çıxdı, mənfi 1 qalır. Olur 5 dənə i çıx 1. Tək-tək bölsəm 5 i-ni 2-yə bölsəm 2 onda 5i. 1-i də 2-yə bölsəm 2-də 1, yəni 0 onda 5. Adi kəsrlə də göstərə bilərsiniz, onluq kəsrlə də. Mənfi 0 onda 5 plus 2 tam onda 5 i, yəni d bəndi. X çıx y-i tapın deyir. X çıx y. Tərəf-tərəfə toplasam, sol tərəf 5x çıx 5y bərabərdir 20. Hər tərəfdə 5-ə bölsəm, x çıx y bərabərdir 4-ə. Oldu cavab D bəndi. Təbii ki, uşaqlar ayrı-ayrıda x-i də y-də tapa bilərsiniz. Sadəcə biraz vaxt itkisi olacaq. Standart şəkildə göstərin deyir. Qiymətli hissə 37 onda 3-dür. Heç zaman ondan böyük ola bilməz. Onda vergülü bir vaat sola sürüşdürəcəm. O da 3 tam %73. Sola sürüşdürdüyüm üçün bu bir dənə azalacaq. Olacaq 10 üstü mənfi 3. 3 tam %73 vurulsun. 10 üstü mənfi 3. C bəndi. 6. Uzunluğu 22 cm olan AB parçası. Bir dənə AB parçası çəkək. Bu A olsun, bu da B. Deməli, AB parçası C nöqtəsi ilə, bir dənə də C nöqtəsi qeyd edək də. Biri digərinin 7-də 4 hissəsi olmalı, 2 parçaya bölünür. Birinə mən onda x desəm, digər olacaq 7-də 4 x. Və uzunluğu toplamda 22-dir. X üstə gəl 7-də 4 x bərabərdir 22. 7-yə vursam hər tərəfi 7x üstə gəl 4x bərabərdir 7 vur 22. 7 ilə 4 fikir verin 11x edir. Bərabərdir 7 vur 22. 11 ilə 22 edər 2 qalar. 7-nin də 2 14. X-imiz oldu 14. İndi bizdə 2 dənə parça var. 2 hissə var da daha doğrusu. Bu tərəf 14-dür. Bir də bura var. 7-də 4 vur 14. Bundan bu gedər 2 qalar. 2-nin 4-də 8. Bura oldu 8. Bizdən kiçik parçanı soruşurdu. Oldu A bəndi. Ardıca 7. Silindirin yan səthinin sahəsi 40 pi'dir.
Silindrin yan səthi də uşaqlar S yan bərabərdir 2 pi RH bərabərdir 40 piyə. Buradan pi'lər gedər. 2 ilə də 40 gedər, 20 qalar. R vurulsun H bərabər olacaq 20'yə. Bu 1. 1 deyəndə yəni əlimizdə olan məlumat. İndi silindr nədir ona baxaq da uşaqlar əvvəlcə. Baxın bunu birləşdirdim. Bu bizim silindrimiz olacaq. Bizə deyir ki, ox kəsiyi. Ox kəsiyi göy rənglə göstərdiyim hissədir. Bax, bu düz bucaqlıdır. Bura H-dır, burada 2R. S ox kəsiyi bərabərdir 2RH. 2 vurulsun, RH-da 20'dir. Oldu 40. Cavab oldu 40 Y bəndi. Gəldi 3'ə. 3K, 4K vektorunun vahid vektor olduğu məlumdursa K'nı tap. Vahid vektor da uzunluğu 1'dir. Yəni 3K'nın kvadratı 9K kvadrat. Üstə gəl 16K kvadrat bərabərdir 1. 25K kvadrat bərabərdir 1. K kvadrat da bərabərdir 25'də 1. Buradan da K bərabərdir plus minus 5'də 1. Və yaxud da plus minus 0.2. Yəni C bəndi. Vahid vektor uzunluğu 1 deməkdir. 0 vektor uzunluğu 0 deməkdir. Gəldi bura. Kosinus kvadrat çıx sinus kvadrat. 2 qat arqument üstürdür. Kosinus 2 alfanın asılışıdır. Bərabərdir. 2'də 1 də, elə 2'də 1'dir. Bundan sonrası misal tənliyin həllidir. 2x ya da 2 alfa. 2x olsun da. Bu x olsun. 2x bərabərdir plus minus. Kosinus 2'də 1 alır 60 dərəcə. Yəni pi daha doğrusu 30 dərəcə. Bir dəqiqə. Kosinus 2'də 1'i 60 dərəcədə alır. Bəli. Pi böl 3'də. Üstəgəl 2 pi k. Hər tərəfdə 2'yə bölərəm. X bərabərdir plus minus. Pi böl 6. Üstəgəl pi k. Hansı variant olur? C variantı 10. X bərabərdir mənfi 4 olarsa ifadəsinin qiymətini tap. Uşaqlar əslində birbaşa yerinə yazıb tapa bilərsən. Sadəcə vaxt itirməmək üçün belə eləyərsən. İlk ikisindən x kubunu çıxararsan. Qalacaq x plus 4. Bundan daha mənfi 4 x'i çıxardarsan. Qalacaq x plus 4. Çıx 1. Və ilk ikisindən də x plus 4'ü qarşıya çıxardarsan. Qalacaq x kub çıx 4x çıx 1. İndi gətirib burada da yerinə mənfi 4 yazarsın. Hə uşaqlar baxın nə qədər sadələşdi. Mənfi 4'ü 4'e yazıram. Heç bundan sonrasını yazmıram. Bir də axırda çıx 1 var. Mənfi 4'ün üstə 4 gəlndə 0 eləyir. 0 da nəyəsə vursam 0 eləyəcək. Bir dənə qalır mənfi 1. B bəndi. O boyda hesablama formaya ehtiyac qalmadı. 11. Qabarı çoxbucaqlının diaqonallarının sayı 44'dür. Yəni n vurulsun, n çıxılsın 3, bölünsün 2 bərabərdir 44. Hər tərəf 2'yə vursam n vur, n çıx 3 bərabərdir 88. Tərəflərin sayını tap, yəni n-i tap deyir. Mən baxan kimi artıq cavabın 11 olduğunu görürəm. Çünki 11 vurulsun, 11'dən çıxanda 8 qalır. Cavab 11'dir, D bəndi. Şübhə eləyirsiniz və yaxud da bu şəkildə tapa bilmirsinizsə, normal kvadrat tənlidir. Vurub açırsınız, hesablayırsınız. Hasili mənfi 88. Deməli, cəmi də 3, 11 və mənfi 8'dir. Mənfi 8 tərəf sayı olmadığına görə cavab olacaq 11. O şəkildə də tapa bilərsiniz. 12. A, B və C çoxluqları üçün rəngli hissə hansı bənddə göstərilib? Rəngli hissə hansı bənddə göstərilib? Belə deyək də, bax bu hissədə A çıx B'dir. A'dan B'ni çıxıblar. Bu hissədə isə B ilə C'nin kəsişməsidir. Bu ikisini də birləşdirə bilərik də. A çıx B birləşir B kəsişmə C. Hansı variant? C variantı bəli var. 13. Sadələşdirmək lazımdır. Tək dərəcədən olduğu kimi çıxır. Cüt dərəcədən modulda çıxır. Deməli. Burada uşaqlar diqqətlə baxın. 4'ü 2'yə varanda kökün dərəcəsi 8 eləyəcək. 8'dən 8 modulda çıxacaq. Yəni çıxılsın modulda mənfi 3. Mənfi 6 çıxılsın 7, çıxılsın 3. Mənfi 16. A bəndi.
Şuralar çox sadə tənlik. Sola keçirərsən 20x bərabərdir 60, x bərabərdir 3. Məsələn. Funksiyasının qrafikini ordinat oxunu hansı nöqtədə kəsir? Ordinat oxunu kəsəndə x 0 olur. Hansı oxu kəsirsə, bunu əzbərləyin uşaqlar. Hansı oxu kəsirsə, digər oxlar 0-dır. Ox və ya oxlar. Məsələn, x oxunu kəsirsə, y 0-dır. Y oxunu kəsirsə, x 0-dır. İndi ordinat oxunu kəssin deyir. O zaman x 0 olmalıdır. Y bərabərdir -3 üstü 0 plus 27. -3 üstü 0 edir 1. Bir dənə uşaqlar burada nəyə diqqət edin? -1 vurulsun 3 üstü 0 daha bu. Üstəgəl 27. 3 üstü 0 1 elir. -1'ə vuranda oldu -1 üstəgəl 27. Oldu 26. Deməli y 26'dır. X-i 0. 0 26 nöqtəsi. Gəldi 16. Şagirdlər partalara 2-2 əyləşdikdə 5 şagird yer, 5 şagirdə də yəqin ki yer çatmır. 3-3 əyləşdikdə isə 2 parta boş qalır. Şagirdlərin sayını tapın. İndi fərz eləyək ki, x dənə parta var. Əgər 2-2 əyləşiblərsə, hər partada 2 şagird olduğu üçün x-i vuraram 2-yə. Şagird sayı olar. 5 nəfərdə yer çatmayıb, olub 5 nəfər ayaq üstə. Şagird sayımız 2x plus 5'dir. Ardıca deyir ki, 3-3 əyləşdikdə 2 parta boş qalır. Yəni x partadan ikisi boşdur. Onda olur x çıxılsın 2 dənə partamız. Vuraram 3-3 əyləşiblər. İkisi də şagird sayı olduğu üçün bir-birinə bərabərdir. Birinci sadələşdirək. 3x çıx 6. 2x'i sağa 6'nı sola 11 bərabərdir x-ə. Deməli 11 dənə partamız var. Amma bizdən partanı soruşmur. Şagird sayını soruşur. Şagird sayı da bu idi və yaxud da bu idi. Eyni şey alınacaq. 2 vurulsun 11 üstəgəl 5. 2'ni 11'ə vuranda 22 üstəgəl 5 27. Yəni bu bəndi. Gəldi 17. Addım addım gedək. 7'nin üstü 1. Bura nə olub? 1 olub. Bura 7 olub ki, baxın bu ifadə bərabərdir 7 üstü 1'ə, yəni 7'yə. Olacaq 8 çıx loqaritma 5 əsasdan 3x plus 2 bərabərdir 7. Yəni diqqətlə baxın, 8-dən nə çıxsam 7 qalar. 1 çıxsam. Deməli bu ifadənin özü də 1'ə bərabərdir. Loqaritma 5 əsasdan 3x plus 2 bərabərdir 1. Və aydın məsələdir ki 3x plus 2 bərabərdir 5'ə. 3x bərabərdir 3'ə, x də bərabərdir 1'ə. Məsələn, tənliyin həll oldu 1. Deməli 18. A nöqtəsində çevrəyə AB və AC toxunanları çəkilir. BAC-ni 36 verib, CDB-ni tapın. Uşaqlar, iki toxunan arasında qalan bucaqla onlar arasında qalan qoşun cəmi 180 demişəm. 180-dən 36 çıxanda qalır 144. Bax, buradakı qoş buradan bura qədər 144. Bu da onun yarısıdır da 72. Bitdi. Şifahi sual. Funksiyanın ən böyük qiymətini tapın. Ən böyük qiymət n-dən tapılır. 4ac çıx b kvadrat böl 4a-ya. 4 vurulsun a-sı -7'dir. c-si 8'dir. b-si də 42'nin kvadrat. Bölünsün. 4'ü -7'yə vuranda neçə eləyir? -28 eləyir. Bərabərdir. Uşaqlar, ən böyük qiymət budur. Sadəcə bunu hesablamaq lazımdır. -4'ü 7'yə vuranda -28 eləyir. -28 vur 8 çıx 42 vur 42 böl -28. Mənfilər hamısı gedər, bunu müsbət eləyərəm. İlk nisbətini yazsam, yəni 28 vur 8 28'ə böləndə qalır 8 üstəgəl. 42 vur 42'ni bölərəm 28'ə. Deməli nə edəcəm burada? Diqqətlə bax. 7'yə bölsəm burada 4 qalacaq, burada 6. Sonra bunu 2'yə bölərəm. Burada 2 qalar, burada 3. Bu 2 ilə də bu gedər, qalar 21. 21 də 63. 8 plus 63. Bu da eləyir 71. Ən böyük qiyməti oldu 71. Sonra deyir ki tangens x vurulsun tangens 180 810 çıx x-i sadələşdirin. Uşaqlar 810'dursa dövrlərdə hər zaman 360 dərəcədən bir təkrar olduğu üçün 360 dərəcə azalda bilərəm. Mən 810'dan 2 dənə 360 çıxaram. 2 dənə 360'ım 720'dir. Qalar 90. Olar tangens x vur
Tangens 90 çıx x. İndi birinci olduğu kimi qalır. Tangens x vurulsun. Tangens 90'da ad dəyişir deyə olur kotangens x. Birinci rütbəyə müsbət. Tangens vur kotangens də eləyir 1. Bir-birinin tərsidir. 21. 2 zər atdıqda, 2 zər atıldıqda birində düşən xalın 5 və xallar cəmi tək ədəd olması məlumdursa, digər zər üzərindəki xalın sadə ədəd olması hadisəsinin ehtimalını tap. Deməli uşaqlar, sualın şərti bəlkə biraz qarışıq gələr sizə. Ehtimal tapılanda yadınızda saxlayın. P ehtimal bərabərdir. Bütün hallar məxrəcdə olur. İndi zərdə də 6 dənə hal, 6 hal var. 2 zər atılanda 36 dənə mümkün hal olur. Məxrəcdə olur 36. İndi birinci hal 5 düşüb. İkinci üçün 5 1 var. 5 2 olar. 5 3 olar. Hamısını yazıram ki rahat başa düşün. 5 5 olar. 5 6 olar. 6 dənə mümkün hal var. Və bizə deyir ki, cəmi tək ədəd olması. Cəmi tək ədəd olması məlumdursa, digər zər üzərindəki xalın sadə ədəd olması ehtimalını tap. Sadə ədəd olması ehtimalı. Deməli, cəmi tək ədəd olması üçün bu getdi. Bunda cəmi təkdir, amma ikinci sadə ədəd deyil, bu da getdi. Cəmi təkdir, amma ikinci sadə deyil, bu da getdi. Cəmi tək deyil, cütdür. İkinci də sadədir. 3 sadədir, amma cəmi tək deyil, bu da getdi. 5 ilə 2 cəmidə təkdir. İkincidə tək ədəddir. Həm də sadə ədəddir. Deməli, bir hal burada. 5 ilə 1 cəmi cüt ədəddir, getdi. Bir dənə qaldı. 36-da 1. Ehtimalımız oldu 36-da 1. 22. Bərabər tərəfli üçbucağın sahəsi 12 kök 3. Medianların kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafəni tap. İndi uşaqlar, sahə düsturu belə idi. A kvadrat kök 3 böl 4 bərabərdir 12 dənə kök 3. Kök 3'lər gedər. A kvadrat bərabərdir 48. Buradan A bərabərdir kök altında 48. Kök altında 48-də 16 vur 3'dür. Yəni 4 kök 3. Bunun tərəfi 4 kök 3'dür. Median da bərabər idi. A kök 3 böl 2. A'nın yerinə yazıram 4 kök 3 vur kök 3 böl 2. Uşaqlar, kök 3'ü kök 3'ə vuran deyil 3. 3'ü 4'ə 12, 2'yə də böldüm 6. Deməli, bu üçbucağın medianı 6'dır. Medianların kəsişmə nöqtəsini çəkərəm indi. İkinci medianda çəkdim, bəs eləyir. Kəsişmə nöqtəsindən tərəfə qədər məsafə. Uşaqlar, bərabər tərəflidə medianla döndürük olduğu üçün elə bu hissəni soruşur. Sən də bilirsən, axı medianlar 2 böl 1 nisbətində bölünür. Toplam uzunluğu 6'dırsa 4 bura qalmalıdır, burada 2. Səndən də buranı soruşurdu, cavab oldu 2. Mail prizmanın oturacağı katetləri 5 və 12 olan düzbucağı üçbucaqdır. Deməli, belə bir fiqur. Hələ gör, yenə soruşur. Hipotenuzdan keçən yan üz oturacaq müstəvisinə perpendikulyardır. Hipotenuzdan keçən yan üz oturacaq müstəvisinə perpendikulyardır və sahəsi 52'dir. Prizmanın həcmini tap. Deməli, uşaqlar, bunun şəklini biz qura bilərik. Sadəcə belə bir məsələ var. Baxın, bu düzbucaqlı üçbucaq olsun. Bu da düzbucaqlı üçbucaq olsun. Bu bizim mail prizmamız olur. Daha doğrusu prizmamız olur. Mail demirəm mən. Uşaqlar, oturacaqdan keçən yan üz budur. Bu oturacaq müstəvisinə perpendikulyardırsa, oturacaq müstəvisinə perpendikulyardır. Keçən yan üzün sahəsi 52'dir. İndi uşaqlar, bura 5'dir, bura 12'dir. Sən bilirsən ki, hipotenuz 13'dür. Bunu tapdıq. Və bu yan üzün deməli, sahəsi 52'dir. Hündürlüyünə h desəm, h vur 13 bərabər olar 52'yə. H bərabərdir 4'ə. Deməli, bunun hündürlüyü də 4'dür. Hündürlüyü də 4 olacaq. Uşaqlar, burada ola bilər ki, sualda biraz problem olsun. Bu mail sözü olmaz. Niyə görə? Çünki sən həm mail prizma deyirsən, həm də oturacağı
Yalnız oturacağına perpendikularlı ise bu ikisi birbirine zirt şərtlərdir. Bunun perpendikularlığın əsaslandırıb hündürlüyü 4 tapırıqsa, yəni buna görə verib böyük ehtimalla, mail prizma şərti pozur. Prizma olmalıdır sadəcə. İndi həcmdə oturacağın sayəsi S oturacağı bərabər V bərabərdir. S oturacağı vur H. Oturacaq üçbucaqlı, düzbucağı üçbucaqlı. 5 vururam 12-yə, 60 böldüm 2-yə 30, vurulsun hündürlüyü də 420. Böyük ehtimalla elə belə cavab. Mail söz olmamalıdır orada. 24. İfadələrin mənası olmayan kəsrə çevirən x-ları üçün Euler-Venn diaqramı qurulmuşdur. Mn plus L cəmini tapın. İndi uşaqlar, mənası olmayanlar üçün deyəsə sürətə baxmayacağım onda. Ancaq məxrəcini iş görəcəm. Hasili mənfi 12, cəmi mənfi 1. Mənfi 4-dən 3-dür. B-yə baxaq. Hasili 6, cəmi 5. 2 və 3-dür. Fikir versən ortaq 3-dür, yəni n 3-dür. A-ya M-ə mənfi 4 qalır, elə də 2. Bizdən də cəmi soruşur da. Mənfi 4 üstəgəl 3 üstəgəl 2. Bu da eləyir müsbət 1. Bitdi. Gəldi 25. Cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt nömrəli hədlərinin cəmi tək nömrəli hədlərinin cəmindən 195 vahid böyükdür. D bərabərdir 13 olarsa hədlərin sayını tap. Uşaqlar, indi hədlərin sayı cütdürsə və cütdürsə burada biz nə edə bilərik? Məsələn, cüt tək olanlar A1 olsun, A3 olsun, A5 olsun, A7 olsun və s. Cəmlərindən danışırıq da və s. A2M plus 1 olsun. Təkdir deyə sayını bilmirəm də. Cütləri də buradan qeyd edirəm. A2 olsun, A4 olsun, A6 olsun, A8 olsun və s. A2N bu minus 1 olsun ki uyğun gəlsin də bir-birlərinə. Bu da A2N olsun. İndi uşaqlar, deyək ki, aşağıdakıların dəqiqə cüt nömrəli hədlərin cəmi tək nömrələrdən 195 vahid böyükdür. Yəni aşağıdakıların sayı yuxarıdakılardan 195 böyükdür. Ya tərəf-tərəfə toplayaram, birinin üstə 195 yazaram, ya da çıxıb 195-ə bərabər edirəm. Çıxıb 195-ə bərabər eləmək daha məntiqlidir. A2-dən A1 çıxsam, D qalar da. A4-dən A3 çıxsam, D. Hə, uşaqlar baxın, A6-dan A5 çıxsam, D. A8-dən A7 çıxsam, A8-dən A7 çıxsam nə qədər olur? Yenə D olur. Və s. nöqtələr. A2-dən A2-1 çıxsam yenə D qalır. İndi bu D-lərin sayı nə qədərdir? Onu tapmalıyıq. Hər 2 dənədən 1 D alınırsa, n də cütdürsə, D-lərin sayı da n olsa fərz elə 20-dirsə, onda 10 dənə cüt var da. N dənədirsə, n bölü 2 dənə cüt var. Onda bunların cəmi n bölünsün 2 vurulsun D bərabərdir 195 olmalıdır. N bölü 2 vur. D 13'dür. Bərabərdir 195. 13 ilə 195 məncə ixtisar gedəcək. Elə hiss edirəm. Deməli 19-un içində bir dəfə, 65-in də içində 5 dəfə 15 düşür. N bölü 2 15-dir. N də bərabərdir 30. Deməli hədlərin sayı 30 imiş. 30 dənə həd var imiş. Təbii ki, bu da cüt saydadır, doğrudur. Və salam uşaqlar. 25 sualın hamısının izahını verdik. Sonuncu sual biraz çətin idi. Məsələn, 25 digər suallarla müqayisədə fərqlənirdi həqiqətən də. Yazmaq. Digər suallar asandır, rahat. Hamısı həll olunacaq suallardır. Amma 25 biraz digərlərlə müqayisədə çətindir. Belə uşaqlar, növbəti sınavlarda görüşəcəyik mütləq. İmtahana qədər sınavlarımız davam edəcək. Həmçinin 9-cu siniflər üçün də sürət qruplarımız açılır. Qoşulmaq istəyənlər buradan nömrə qeyd edirəm. 11-ci siniflər üçün sürət qruplarımız da davam edir. Qoşulmaq istəyənlər burada göstərilən nömrəyə yaza bilərlər. Bu qədər uşaqlar. Sağ olun, hər birinizə uğurlar.